Həmişə arzum idi ki, BMW-nin də bir dənə luxury maşını olsun. BMW də dedi ki, qaqa, narahat olma. XM-i buraxmışam sırf sənin üçün. Amma başınıza dönüm, qurban olum. Bunu görürsən bu işi. Bu bunundur da. Da 06-ya, 07-yə, nə bilim, F10-a, F30-a, nə bilim, uçan quşa. Amma ehtiyac yoxdur, bu bunun üçündür. Harmoniyası bunun üçün tənzimlənir. Bu gözlərə bu abisovka yaraşır. Onu eləyəndə maşında uçmaq versiyası aktivləşmir. Maşının orijinalını qoruyaq da, xahiş edirəm. Bu maşın isə yanımıza gəlib. Chimchiska, polirovka, keramika işlərinə görə. Və burada da gördüyünüz kimi hər şey hazırdır. Və mən isə indi 555 manatdır. Zəri atacağım. Siz də baxın görün ki, olacaq yoxsa yox. Maşın sahibi deyir ki, qardaş, mənə videoya qatma. Özün zəri at. Çıxsa, öpürəm, mən gedirəm. Çıxmasa da ki, ödəniş. Diyan görün. Onun üstünə qoymurlar taxtı nərdir. Mesesi ver bura. Qoyaraq. Cüt 5 gəlsə, 555 manatlıq kampaniyamızı hədiyyə olaraq aparır. Ay, olmadı. Qardaşım, olmadı. Öpürəm. Bu kampaniyada hamımız istifadə edə biləcəksiniz. Qoy bir dənə də atım. Bunu da atıram Mercedes sürənlərin. Oo!